Salam, başlayaq qaldığımız sınaqların ardından izahımıza. 14 nömrə sualda deyir, ilanda yumurtalığın yetişmə zonasına daxil olan hüceyrələrin bölünməsi zamanı əmələ gələn Y cinsiyyət xromosomlu qametlərlə Y cinsi xromosomlu yönəldici cisimciklərin sayı bir-birinə bərabərdir. Əgər yetişmə zonasının sonunda cəmi X cinsi xromosom daşıyan hüceyrələrin sayı 24 ədəd olarsa, alınan fərqlərdən neçəsi erkək olar? Ümumiyyətlə, burada verilən məsələnin soruçluğu ilə heç bir əlaqəsi yoxdur. Buradan ümumi ya məsələdə çatışmayan nəsə bir hissə var, ya da buradan bunu başa düşməliyik ki, burada dişi ilandan söhbət gedir. Sonda isə bizdən erkək fərdlər soruşur. Dişidirsə erkək fərd 0 olar. Sonra keçək 15-ə. Deyir, ATF molekulunda olan fosfat turşu qalıqlarının və makroelgik rabitələrin. Biz bilirik ki, bir ATF molekulunda 3 dənə orta fosfat var. X qədər olarsa, əgər bizim orta fosfatımız, daha doğrusu ATF-imizin sayı X-dir. Onda olacaqdır 3X qədər fosfat turşu qalığı, 2X qədər də olacaqdır makroelgik rabitə. Cəmi buradan X çıxır 6 və biz tapırıq ki, 6 dənə fosfat turşusu var. Və bizə deyir ki, bu ATF molekulların sintezinə neçə kilojol enerji sərf olunmuşdur. Biz ATF-i ADF-dən sintez edirik. Bu zamanda bizə 40 kilojol enerji lazımdır. 6 molekul üçün isə 6-nı vurarıq 40-a, eləcə 240 kilojol B variantı. Bir polipeptid zəncirin translyasiyası zamanı ayrılan su molekullarının sayı 166-dır. Bu zaman amin turşuların sayı olacaqdır 167. Bu zəncirdə cəmi neçə amin turşu 2 peptid rabitə ilə birləşmiş olur deyir. Bu zaman əvvəl və sonuncuları üstündən çıxacaq. Ortadakılar 2 peptid rabitə əmələ gətirə bilər. Ona görə 165 A variantı. Verilmiş hüceyrə orqanoidlərindən hansı sitoplazmanın membran vasitəsilə ayrıla bilərlər? Sitoplazmadan burada lizosom götürərik, ribosomla hüceyrə mərkəzi olmayacaq, endoplazmatik şəbəkəni götürərik, mitoxondri, Golgi kompleksi 1, 2, 5 D variantı. Sonra keçək 18-ə. Zulal molekulunda 123 ədəd amin turşu var. Deməli, amin turşularımız bərabərdir 123 ədəd. Deyir, bu molekulun tərkibində amin turşu qalıqlarının radikalsız hissələrində karbon və oksigen atomları arasında cəm neçə rabitə var? Karbon və hidrogen, daha doğrusu karbon-oksigen rabitələri buradadır. Yəni COH qrupları arasında. Mən buradan bilirəm ki, 123 ədəddirsə, burada karbon və oksigen arasında fikir versəz, birində 2 ədəd var. Yəni, bir dənə COH-da 3 dənə rabitə var. Diqqətlə fikir versəz, 1, 2 və 3 dənə. Mən burada nə etməliyəm? Orada fikir versəz, bütün amin turşular bir-birləri ilə birləşdikdə karboksil hissədən OH hissəsi qopur. Bu hissə olmur. Yalnız qalır hər amin turşuda 2 dənəsi. O zaman mən 123 vuraram 2-yə edər 246. Lakin sonuncu amin turşunun karboksil hissəsində heç bir şey olmur. Hidrogen hissəsindən nəsə qopan olur. Ona görə plus 1-i də artıqdır. Ona görə 247 olar. Sonra 19. Şəkildə göstərilən prosesə məruz qala bilər. Şəkildə gördüyümüz proses olacaqdır denaturasiya. Bu da zülallarda baş verə bilər, glikogen. 20. DNT molekulunun sintez zamanı ayrılan su molekullarında olan proton sayı 5480-dir. Mən bunu 10-a bölsəm, bir suyun içində olan protonların sayına, ondan suyun mol sayına tapmış olaram 548. DNT ikiləşən zaman 2 molekul su çıxır. Bütün nükleotidlərin sayından 2 vahid az. Bu zaman nükleotid sayı olacaq. Nükleotid sayı 550.
Deyir, əgər bu molekulda 2 qat hidrogen rabitələrinin sayı 150 ədəd olarsa, biz bilirik ki, 2 qat hidrogen rabitələrinin sayı adenin və timin nükleotidlərin sayına bərabərdir, 120. Ümumi hidrogen rabitələrinin cəmini istəyir bizdən. Bu zaman nə edərəm? Əgər adeninin timin hər biri 120-dirsə, mən 550-nin üzərindən 240 çıxaram. Bu mənə verir 310. 310 sitozinlə guaninin sayının cəmidir. Bu aldığım 310 sitozinlə guaninin cəmidir. Bəs sitozinlə guaninə nə qədər qalır? 155 qalır. Sitozinlə guaninin hər birinə ayrı-ayrılıqda. Məndən ümumi hidrogen rabitələrini istədiyinə görə o zaman общий nükleotidin üzərinə, yəni 550-nin üzərinə ya sitozinin ya guaninin, yəni 155-i gələrəm. Buradan da 705 B variantını almış olaram. Növbəti 21-dir. Bitki hüceyrəsinin bilavasitə sitoplazmasının üzərində nə yerləşir? Plazmatik membran. Homoloji xromosomların bir-birinə yaxınlaşması meyozun hansı fazasında baş verir? Konjugasiyanı nəzərdə tutur profaza 1-də. Sonra canlının 2 somatik hüceyrəsi. Somatik hüceyrə diploid xromosom dəstlidir. Bir gameti isə haploiddir. 2 somatik hüceyrədə xromosom cəmi 4N, bir gametdə isə N-dir. Общий toplayıram 5N. Deməli 5N-likdir, yəni burada verdi bütün şeylər. Orada olan xromosomların cəmi böyük N-ə bərabərdir. Və deyir, həmin hüceyrələrdə cəmi neçə autosom xromosom var. Qarşıda duran 5 ədədi bizim orada cəmi 5 dənə cinsiyyət xromosomu olduğunu bildirir. Burada o zaman ümumi xromosomların üstündən qarşıda duran 5-i çıxsam, mən autosom xromosomların sayını tapmış olaram. Sonra ekariot canlılar somatik hüceyrələrinin nüvə şirəsi sitoplazmaya qarışar. Yəni, nə zaman somatik hüceyrənin nüvə şirəsi sitoplazmaya qarışar? Təbii ki, nüvə pərdəsi əridikdə. Nüvə pərdəsi isə profazanın sonunda əriyir. Fotosintezdən etmək üçün hidrogen mənbəyi kimi hidrogen sulfiddən kimlər istifadə edə bilər? Qırmızı bakteriyalar. Zulalın tərkibi quruluşu bərpa oluna bilməz. Təbii quruluşu bərpa oluna bilməz. Nə zaman? Birincili quruluş, yəni peptid rabitələr pozulduqda. Sonra gələk 27-yə. Fotosintez prosesi ilə bağlı ifadələri seçin, özü də doğru. Burada deyir, sərbəst oksigen işıq mərhələsində əmələ gəlir. Bu doğrudur. Suyun parçalanması qaranlıq mərhələdə baş verir. Xeyr. Qaranlıq mərhələnin getməsi üçün işığın olması vacib deyil. Doğrudur. Hidrogen protonları ATF sintetaza fermentin kanalına daxili membran daxilinə keçir. Xeyr, bu yanlışdır. Daxili membranın xaricinə keçməlidir. Burada daxilə deyil, xarici olmalıdır. Yalnız xloroplastlara malik hüceyrələrdə baş verir. Xeyr, fotosintez xloroplastı olmayan canlılarda da gedə bilər. İşıq mərhələsində qranların membranları tərəfindən hidrogen protonları, elektronları toplanır. Bu da doğrudur. Bizdən doğruları istəyir. 1, 3, 6, A variantı olar. Sonra keçək 28-ə. Mitoz bölünmənin metafaza mərhələsinin hüceyrəsində 76 xromatid var. Biz bilirik ki, metafazada 2N 4C vəziyyətindədir. Burada 4C bərabərdir 76-dırsa, C nəyə bərabər olmuş olar? 19-a. O heyvanın, deyir, olan heyvanın qametində neçə autosom xromosom var? Bu C elə NC vəziyyəti deməkdir. N dənə N olacaq 19 xromosom. Bunun qabağında 1 var. Hansı ki bu 1 orada olan cinsiyyət xromosomunu bildirir. 1 ədəd, onda yerdə qalan 18 dənə autosomdur. Zülalın sintez zamanı əmələ gələn peptid rabitələrin sayı 50 ədəddir. Əgər 50 ədəd peptid rabitə varsa, 51 ədəddə amin turşu var. Deməkdir, həmin amin turşular 2 peptid rabitə əmələ gətirir deyirsə, ucdan başlayan və bitirəni çıxıram. Üzərindən ikisini 49 ədədi 2 peptid rabitə ilə birləşir. 30. Verilən əlamətlərdən hansı yalnız mitoz bölünməyə aiddir? Gəlin baxaq. Sonda əmələ gələn hüceyrələrin xromosom sayı anada olduğu kimidir. Doğrudur bu. Sonda əmələ gələn hüceyrələrin xromosom sayı 2 dəfə artması, ümumiyyətlə heç bir bölünmədə xromosom sayı 2 dəfə artanmaz. Bölünmədən əmələ gələn hüceyrələrin uzun ömürlü olması. Bəli, mitoz bölünmədən əmələ gələn hüceyrələr uzun ömürlüdür. Somatik hüceyrələrdir. Lakin
Meyoz bölünmədən əmələ gələn hüceyrələr qısa ömürlüdür, qametlərdir. Bu doğrudur. Bölünmə vətəninin yaranması həm meyozda, həm mitozda gedən prosesdir. Karyokinezin baş verməsi, karyokinez də, yəni nüvənin bölünməsi həm meyozda, həm mitozda gedən prosesdir. Xromatitlərin qütblərə çəkilməsi həm meyozda, həm mitozda gedən prosesdir. Burada cavab 1-3 olmalıdır və variantların heç birində yoxdur. Diploid çiçəkli bitkinin 2 yarpaq. Biz bilirik ki, yarpaq 2 endir. Kök 2 endir, gövdə 2 endir. 2 eni 2-yə vursam eləyər 4 en. 1 eni 2 enə vursam eləyəcək 2 en. 3-ü 2 enə vursam eləyəcək 6 en. Bərabərdir 144. Bu zaman n bərabərdir olar 12. Deyir bu bitkinin gövdə hüceyrəsinin bölünməsinin metafazasında. Onda bu bitkinin 2 eni olar 24. Bizdən mitoz gövdədə bölünmə baş versə mitozdur. Mitozun metafazasında düstur 2 n 4 c'dir. Məndən xromatid istədiyinə görə 2 qat artığını götürməliyəm xromosomdan. O da 48 C variantı. Növbəti keçirik 32 nömrəli sualımıza. Yumurtalığın deyir yetişmə zonasına daxil olan ilkin yumurta hüceyrədəki xromosomların sayı x-dırsa, bu zaman zonanın sonunda əmələ gələn yönəldici cisimciklərdəki xromosomların sayı neçə olar? Biz məsələn bilirik ki, yetişmə zonasına daxil olan bir hüceyrədən nə qədər yönəldici cisimcik əmələ gəlir? 3 dənə yönəldici cisimcik əmələ gəlir. Bunun xromosom dəsti 2n olur, meyoz bölünmə. Amma bunlar n, cəmi 3n olur. 2n ilə 3n arasında nə qədər fərq var? 1,5 dəfə artım var. Deməli, əgər burada olan hüceyrələrdə xromosom sayı x-dırsa, yönəldici cisimciklərdə olan xromosom sayısı ondan 1,5 dəfə çox olmalıdır. Yəni 1,5 x B variantı. Gələk 33-ə. Deyir, 180 nükleotiddən ibarət DNT molekulunda bütün nükleotidlər 4 ədəd rabitənin əmələ gəlməsində iştirak etmişdir. Bu molekulun ikiləşmə zamanı qırılan və əmələ gələn hidrogen rabitələrin sayı neçə olar? İlk öncə sizə buradan bəzi qeydlər demək istəyirəm ki, DNT molekulunda biz bilirik ki, adeninlə timin var, bir də sitozinlə guanin var. İndi gəlin adeninlə timindən danışaq. Əgər adeninlə timin zəncirin əvvəlində və yaxud da sonunda gələrsə, əvvəlində ya sonunda gələrsə, 3 dənə rabitə ilə birləşir. Biri digər nükleotidə, məsələn aşağıdan yuxarıdan hər hansısa birindən 2 dənə də burada. 3-ünü əmələ gətirir. Zəncirin ortasında gələrsə 4-ünü əmələ gətirir. Həm altdan, həm aşağıdan, həm yuxarıdan, həm də qabaqdan 2 dənəsini. Deməli, adeninlə timin zəncirin əvvəlində və ya sonunda gələrsə 3 rabitə, ortada gələrsə 4 rabitə əmələ gətirir. Sitozinlə guanin isə zəncirin əvvəlində olduqda 4, ortada olduqda 5 rabitə əmələ gətirir. Bu bizə deyir ki, nükleotidlər 4 ədəd rabitə əmələ gətirir. Deməli, adeninlə timinlər ortadaymış ki, 4-ünü əmələ gətirir. Sitozinlə guanin biri bitirir, bir sonda, bir də əvvəldəymiş. Bu zaman onda deyə bilərikmi 2 sitozin var imiş, 2 guanin var imiş. Buradan bunu tapdıq. Bunların cəmi bizə verir 4. 188-dən 4 çıxanda 176 adenin və timinin cəminə qalır. Mən burada deməli nə etməliyəm? Ümumi hidrogen rabitələrini tapmalıyam. Hidrogen rabitələri H bərabərdir 176 üstə gəlinsin 2 şəklində yazsam, yəni 2 sitozin, daha doğrusu 2 vuraq 3, o da 6 eləyər. Buradan neçə alarıq? 176, 182. Bu oldu mənim deməli 182 bir DNT-nin molekulunda olan hidrogen rabitələri. 182 oldu mənim dedik ki, hidrogen rabitələrim. Bu 100 DNT zənciri yenilənən zaman bu qırılmalıdır. Yəni 182 dənə. Bu 182 dənə qırıldıqda bu birinci zəncirin üstündə də yenidən eyni qədər hidrogen rabitəsi əmələ gəlməlidir. Digər ikinci zəncirin üstündə 182-si əmələ gəlməlidir. Yəni nəticədə 182-si qırılıb 2 dənə 182-si əmələ gəlməlidir.
Və mən buna da yazaram 182 vuraq 3, o da 546. Cavab olar D variantı. Gələk 34. Plazmatik membran eukaryot orqanizmin neçə aləmində rast gəlmək olar? Eukaryot aləm 3 dənədir, bakteriyalardan başqa və onların hər üçündə də plazmatik membran olur. 35. Bir hüceyrədə ribosom orqanoidinin aktivliyinin artması sitoplazma molekulunda hansıların miqdarının azalmasına səbəb ola bilər? Ribosomun aktivliyinin artması zülal sintezinin artması deməkdir. Zülal sintezi artırsa, su da artır, fermentlərin miqdarı dəyişmir, amma amin turşu və ATF-in miqdarı azalacaq. Çünki bunlardan istifadə edilir. Cavab B variantı. Qametində deyir 3 autosom, xromosom. Əgər qametdə 3 autosom varsa, bir dənə cinsiyyət var. O zaman bu canlının 2-ni 8-ə bərabərdir. Bizə deyir ki, bu meyozun bölünməsi metafaza 1-də uyğun olaraq. Metafazada ilk öncə lövhələr düzülməlidir. Bunların heç biri metafaza deyil. A ilə B metafazadır. Lövhə əmələ gətirməlidir ekvatorda. Metafaza 1-də cüt-cüt birləşməlidir. Ona görə görürsünüz 2-2 xromosomlar cüt-cüt vəziyyətdə konjugasiya etmiş birləşir. Digər isə yenə metafazadır, amma metafaza 2-dir. Ona görə bizdən metafaza 1 istəyir, A variantı olacaq. Sonra gələk 37-yə. Bizə deyir ki, cədvələ əsasən N və M-in cəmi 60 olarsa, X-in qiymətini hesablayın. Cinsiyyət vəzlərinin böyümə mərhələsinə ilkin cinsiyyət hüceyrələrinin sayı toxumluqda X, yumurtalıqda 2X-dir. Burada yetişən hüceyrələrin hər biri yetişməyə daxil olur. Əgər yetişməyə toxumluqda bir hüceyrə daxil olursa, 4-ü də qametə çevrilir. Amma X dənə hüceyrə daxil olursa, 4X qametə çevriləcək. Yəni N 4X-dir. Yumurtalıqda isə biz bilirik ki, bir hüceyrə daxil olduqda 3-ü yönəldici cisimcik, biri yumurta hüceyrə qametə çevrilir. O zaman 2X daxil olubsa, elə 2X da nəyə çevriləcəkdir? Qametə çevriləcək. N ilə M-in cəmi eləyir 6X bərabərdir 60. Buradan X da bərabərdir 10 qiymətini alarıq. Bizdən X-i istəyir A variantı. Keçək 38-ə. Bir DNT molekulunun müəyyən kimyəvi tərkibinə daxil olan bəzi komponentlərin miqdarı aşağıdakı qrafikdən verilmişdir. Verilənlərdən hansı bu molekulda olan hidrogen rabitələrin sayını əks etdirir deyir. Tutaq ki, bu 6A verilən olsun, ya nukleotidin sayı, ya necə deyərlər, orta fosfatların sayı, ya nükleotidlərin sayı olsun, ya nə bilim pentozaların sayı olsun. Yəni bunların zaten hamısı nəyi verəcək bizə? Nükleotidi. 2A olsun, tutaq ki, guaninlə sitozinin sayı. A olsun, tutaq ki, adeninlə timinlərin sayı. Biz hidrogen rabitələrini necə tapa bilərik? Hidrogen rabitələrini ümumi nükleotidin üstünə gələrəm, sitozin ya guaninin sayı. Ümumi nükleotid 6A'dır. Üstünə gələrəm 2A sitozinlə guaninin sayını. Bu mənə verir 8A. Deməli, o zaman 3'ü ala bilərəm. Bir də elə bir hal ola bilər ki, bunu siz digər yolla da hesablaya bilərsiniz. Məsələn, hidrogen rabitəsi 2 adenin və yaxud da timin üstə gələk 3 guanin ya sitozin. Ondan hesablasaq da yenə 8A çıxır. Məsələn, 2A'nın yerinə adeninin yerinə A qoyduqda edəcək 2A üstə gələk. Guaninin yerinə 2 adenin 2A yazsaq edər 6A bərabər 8A. Yəni nəticədə hər iki yoldan 8A varıq. Bir də mən dəqiq bilmirəm axı bu məsələn A mənə sitozinlə guaninin sayıdır yoxsa adeninlə timinin. Bayaq adeninlə timin yazmışdım. İndi sitozinlə guanini yazıram A. Adeninlə də timini yazıram 2A. Bu səfər də yenə hidrogen rabitəsini hesablayanda nükleotidin, yəni 6A'nın üstünə gəlirəm nəyi? Bu dəfə sitozinin ya guaninin birini, yəni A'yı. Bu da mənə verir 7A. Deməli, mən 2-ni də ala bilərəm. Amma 3'ü heç bir halda ala bilmirəm. Burada cavab 2 və 3 Y variantı. Keçək 39'a. İnsan cinsiyyət vəzlərində gametogeniz zamanı hansı mərhələ və ya mərhələlərdə haploid xromosomlu hüceyrələr ola bilər? Haploid xromosomlu meyoz bölünmənin getdiyidir. O da
Çoxalma mərhələsində mitoz bölünmə gedir, bu ola bilməz. Böyümə mərhələsində interfaza gedir, burada ola bilməz. Yetişmə mərhələsində meyoz gedir, haploid hüceyrə olar, yalnız 3Y variantı. Sonuncu 40 nömrəli sualımıza baxaq. Deyir, şəkildə təsvir edilmişdir. Şəkildə mən görürəm ki, hüceyrə ortadan 8 kimi büzülür. 8 kimi büzülürsə bu heyvan hüceyrəsidir. Və burada nə görürəm mən? Deyir, heyvan hüceyrəsinin mitoz bölünməsinin telofaza mərhələsidir. Bəli, telofaza mərhələsində ayrı-ayrılıqda hüceyrələr yaranır. Elə cavabımız A variantı olar. Anafaza mərhələsi deyil. Heyvan hüceyrəsi meyoz deyil. Sonra bitki hüceyrəsi deyil. Bitki hüceyrəsində lövhə şəkilli ortadan qırılmalıdır. Büzülə bilmir. Yenə bitkidir. Bu da səhvdir. Cavabımız elə ən doğrusu A variantıdır. Növbəti sualların izahı üçün kanalımızı izləməyi unutmayın.